18 yaşadək işçilərlə bağlı bir yenilik. Gündəm xəbərin efirində 16 dekabr tarixidir və bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Alt Sistemində, yəni əmasda 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədi ilə yenilik tətbiq edilib. Gündəm xəbər Qafqaz İnfoya istinadən məlumat verir ki, yeniliyə əsasən sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmək məzuniyyətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən 16 yaşınadək işçilər üçün 42 təqvim günündən, 16 yaşından 18 yaşadək işçilər üçün isə 35 təqvim günündən az daxil edilməsi texniki baxımdan mümkün olmur. Eyni zamanda iş vaxtının müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən 16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan, 16-18 yaş arası işçilər üçün isə 36 saatdan artıq daxil edilməsi sistem tərəfindən məhdudlaşdırılıb.